bir məsələ var, yəni mən basit bir şey soruşacağım. Bu deyirlər ki, yəni mən özüm araşdırmışam, şəxsən misal üçün bu siqaretin haram olması olsun və yaxud musiqinin haram olması olsun, bax belə şeylərin. Bunları alimlər qiyasla haram edirlər, düzdürmü axı? Bilmirəm, qardaş deyəsində. Buyurun Müşir bəy. Sualın axırını eşidəmədim, nə qədər səs biraz şey gəldi. Tamam, deyirəm ki, bax bu siqaretin haram olmağı, halal olmağı, musiqinin haram olmağı, halal olmağı, bu məsələyə necə yönəlişirsiniz, yəni? Bunu necə götürürsünüz? Musiqi ilə bağlı mən yəni danışmışam, dəlilləri toplayıb işlətmişəm, adasa 5-6 dənə videoda yəni hədislərdə gəlir. Bəli, hədislər və s. istismar edilən nəslər ki var, onlar üzərində danışmışam. Ona görə də onu burada olsun danışmağım qardaşlardan istəyirəm, mən arxada dinləyirəm. Dəlillə bağlı da mən ufələrlə danışmışam. Yəni mən bir müsəlman olaraq öz adıma danışıram. Mən durub desəm ki, siqaret haramdır, mənim onu yəni dəlilləndirməyə bir dəlil bilmirəm. Kimsə buna bir şeyləri dəlil gətirirsə, haram deyirsə, onun öz məsuliyyəti onun üzərinədir. Qiyamət günü hesabı özü verəcək. İsabət edibsə, nə gözəl. İsabət etməyibsə, Allah rəhm etsin. Başqa heç bir şey deyə bilmərəm. Çünki yenə deyirəm, mənim əlimdə götürüm bu ayət şərmə ilə istilal edeyim, bu hadis şərifə istilal edeyim ki, bu ayət və hədisə görə siqaret haramdır. Mən elə bir ayət hədis bilmirəm və istilal olunan ayətlərlə istilal etsəm isə siqaretin yanında siqaretin ruhani vəzifəni daşıyan bir çox ərzaqları, hansı ki olanın halal olduğunu bildirir, haram olduğunu deməmiz lazımdır. Çünki bunun lazımıdır. Demək lazımdır, onu da demirik. Yəni şəkərdir və bir çox şeylər var ki, yəni onlar konkret məsələn, mən həkimə getmişəm, mənə deyir, konkret qırmızı ət yeməli deyilsin. Ümumiyyətlə, qırmızı əti yeməyin, çörək yeməyin, ağ çörək yeməyin deyənlər, yəni gluten var içində nə var, o qədər şeylər var ki, yüzlərlə şey fayda bilər. Bunların hamısını bir kənara qoyaq. Bir çox ərzaqlar var ki, yəni onlar konkret zərər verir. Amma onlara heç kim haram demir. Eyni illət var da, belə deyək, onların tərəfində eyni illət var. Amma heç kimə haram demir. Yəni mən bu şeylərdən qorxuram danışmağa. Yəni bu da elə gəldir, maşallah gəllə biz deyirik ki, siqaret çəkin və nə haram demirsiniz, nə halal, sadəcə qınayırsınız ki, yəni gözəl bir əməl deyil da, yəni canınızı yandırır və s. Amma yəni Allahın adına haram hökm verir. Doğru, dəstəkləyirəm, vallahi. Yəni bu günə misal ki, mən dinləyirdim və hətta qiyas olaraq dinləyirdim elm tələblərindən falan, qiyas olaraq bunu haram deyirdilər və mən də o görüş üzərindəydim. Amma yəni, hətta sizlə danışmadan öncə, sizə bu sual vermədən öncə də mən bu görüşümdən artıq öz görüşümdən bu məsələdə şübhəyə düşürdüm ki, yəni öz-özümə yəni mücahid, yəni bu məsələdə dəlil varmı qardaş, yəni ayət və ya hədis var, yoxdursa necə buna haramdır dersən, Allah Qur'an-ı Kərimdə ki, Allahın adıyla bu haramdır, o halal deməyin. Yəni bu görüşmə tövbə elədim, elhamdülillah ki, yəni bu qiyas yəni uymur, yəni insan necə deyim, imanıma, fitrətimə, tövhidimə uymur, yəni özümü götürə bilmirəm. Bəli, anladım. Buyurun, Allah razı olsun sizə. Buyurun. Bu təfsirlər haqqında nə deyə bilərsiniz? Təfsirlər deyəndə, yəni məsələn İmam Tabərinin təfsiri və s. var mı? Bəli, İbn Abbas olsun, İmam Tabərinin. Təfsir kitabları ümumilikdə iki qismə bölünürlər. Rivayət təfsirləri deyirlər, dirayət təfsirləri deyirlər. Rivayət təfsirlərinin ən böyük örnək İmam Tabərinin təfsiridir, İbn Kəsirin təfsiridir. Bunlar rivayətlə, yəni istər mərfu hədislərlə, istər mövquf rivayətlərlə, istər yəni elm əhlinin qövüllərini hamısını sənədlə zikr edirlər. İstər İmam Tabər, istər İbn Kəsir və digərlərdir. Bunların minvalında yol izləyənlər. Bunların da haqqında məsələn bu İmam-ül Müfəssirin deyirlər də, İmam Tabari, yəqin ki, eşinirsiniz, müfəssirlərin imamı deyirlər. Yəni ki, ondan üstün birisi yoxdur təfsirdə. Onların belə, İmam Tabarinin belə təfsirini oxuyanda, yəni hər hansı bir məsələnin içindən çıxmaq, mən öz payıma deyirəm, müstəqil olaraq, yəni məsələnin içindən çıxmaq mənə görə imkansızdır. Niyə? Çünki elə olur ki, ayət-i kərimədəki bir kəlmənin anlamı haqqında 8 dənə, 9 dənə görüş gətirir. Axırda deyir ki, vəl-qavlu indi, yəni mənə görə söz budur ki, öz tərcihini deyir. O da Tabərinin öz tərcihi deyir. İsabət edə bilər, yanlış edə bilər və yaxud 9 görüşün 9'u da yanlış ola bilər. Və ikindən biri haqdır, 8'i yanlışdır. Mən onu necə təyin edəcəm?
Ona görə də bu çətin bir məsələdir. Təfsir oxuyanda asan olsun deyə oxuyursan, daha da çətinə düşürsən. Mən ittiham eləmirəm ha. Yəni onlar o özlərində olan elmi nəql ediblər sonraki nəsillərə. O ayrı bir şeydir. Yəni haşa və kəllə, yəni xidmət xəbərini ittiham edib onun işini küçümsəyim, yox. Əsla və qətiyyən. Yəni müsəlmanların bunun müqabilində yaşadığı sıxıntılardan mən düşünürəm. Yəni bunun tək mən yaşamamışam, bir çoxları yaşayırlar. Yəni bu gün elm iddiasında olan hər hansı bir insan, elm tələbələri belə olsun. Desən ki, İmam Tabərinin təfsirindən mənə bir ayət kəlmənin təfsirini nə et, ixtilafsız mənə başa sal. Yəni çətin məsələdir ki, hər hansı bir sənə bir ayət kəlmə getsin və orada qəti bir sözlə sənə çıxsın ki, Tabərinin təfsirindən çıxan nəticə budur. Çətin bir şeydir. Bir müsəlmanın etməsi gərəkli olan şeyi Quran-ı Kərimi anlaması üçün Rasulullah sallallahu aleyhi ve sellem'in hədislərinə baxması lazımdır. Çünki aleyhissalatu vesselam'ın vəzifəsi nə idi? وَاَنْزَلْنَا اِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِلَ اِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ. Biz sənə zikri nazil etmişik ki, insanlara özlərinə bundan qabaq nazil edilən şeyi bəyan edəsən ki, bəlkə onlar təfəkkür edib düşünərlər. Aleyhissalatu vesselam Quran-ı Kərimi təfsir edən bir Rasul idi. Həm tətbiqi yöndən, həm nəzəri yöndən, qavli yöndə, feili yöndə onu təfsir edirdi Aleyhissalatu vesselam. Mən bunu deməyi özümə borc bilirəm. Artıq yəni hər hansı bir şey demək istəmirəm. İbn Kəsirin təfsiri haqqında bu şeyi deyə bilərəm ki, yəni İbn Kəsirin təfsiri səbəbilə Abdullah ibn Abbas radiyallahu anh'a zülm olunur. Yəni qiyamət günü bəlkə də bu ümmətin içərisində ən çox haqqına girilən səhabə bəlkə də İbn Abbas olacaq. Niyə? Çünki yerindən duran deyir ki, İbn Abbas belə deyib, İbn Abbas belə deyib, İbn Abbas belə deyib. İbn Kəsirin təfsirindən nəqillər verirlər. İbn Kəsirin təfsirində də Abdullah ibn Abbas radiyallahu anh'dan verdiyi nəqillərin demək olar ki, hamısında Ali ibn Əbi Talhədən gəlir. Ali ibn Əbi Talhə İbn Abbası görmür. Yəni liqa yoxdur aralarında. Sənədi qoxur. Subhanallah. Subhanallah. Bunu bilmirəm. Subhanallah. Yəni çox şey var. İbn Abbas'a demək, İbn Abbas bunu deyib, İbn Abbas. Amma İbn Abbas oradan bəridir. Mürşid qardaş, bu Allah Azza və Cəllənin sifətləri barəsində hansı mövqeydəsiniz? Yəni, əlayəsi, istiva və s. Məndən bunun başqasını gözləməyini təvəqqə edirəm. Sadəcə, yəni... Yox, başa düşürəm. Yəni, buyuracam, buyur. Bu nəyə görə soruşdum ki, yəni, axı mən oxumuşam, 4 məsələ, misal alimlərdən qövlər oxumuşam ki, İmam Əbu Hanifə rahimehullah deyir ki, bizim görüşümüzü götürmə, sən də bizim haradan ilm aldığımıza bax ilə, və yaxud İmam Əhməd rahimehullah deyir ki, sən deyir, bizim görüşümüzü götürmə. Yəni, hamısı eyni söz deyir. Hətta İmam Əbu Hanifə rahimehullah deyir ki, mən bugün bu görüşü sağ başqa bir görüşdə ola bilərəm, sən bax, bizim sözümüz nəyə dayanır? Yəni, ona görə soruşuram ki, bugünlər insanlar deyirlər ki, bax, misal üçün, falan alim deyir ki, istiva budur, falan alim deyir ki, nə bilim, yəd budur. Ona görə soruşuram ki, yəni, Allah Azza və Cəllənin özünü vəsf elədiyi bu sifətləri Quran-ı Kərimdə hədislər necə təsdiqləyir, tam dəlil və ispat olaraq, yəni hədislər necə təsdiqləyir, bu necə təsdiqləyir? Tamam qardaşım, anladım mən səni. Yəni, birinci mücməl olaraq yəni, deyim ki, Quran və sünnətdə Allah Azza və Cəllə haqqında nə gəlibsə, bütün naslara qarşılatan tutumumuz budur. Allah və Resulü nə cür deyibsə, biz o cürdə iman edirik. Bəzi bir şeylər var ki, biz onun mənasını bilmirik, mahiyyətinə varaq bilmirik, bəşər olmağımız həsəbilə. Amma bizə düşən iman etməkdir. Allah Subhanahu taala Alimlər surəsi 7-ci ayəsində buyurduğu kimi: "Və-râsixûne fil-ilmi yəqûlûne âmennə bihi kullun min 'indi rabbina və mâ yezekkeru və lâ yezekkeru illə ulul albab." Elmdə rusuh sahibi olan, yəni dərinləşmiş, kök atmış olanlar deyirlər ki, ona iman etdik, hamısı Rəbbimizin qatındandır. Ancaq üstün ağıl sahibləri ibrət edirlər, yəni təvəqqə edirlər, düşün daşımırlar, doğru. Yəni elində dərinləşmiş olanlar nə deyirlər? Əmənnə bihi kullu min 'indi rabbina. Ona biz iman etdik, hamısı Rəbbimizin qatında. Rəbbimizin qatından gəlməsi yeterlidir mənə iman etmək üçün. Yəni ki, mənasını bilməyə bilərəm. Məsələn, əlifdən bilmirəm, sad hərfdir. Bilirəm ki, ərəb əlifbasında gecə hərflərindən biri və ya 3-ü və ya 4-üdür. Amma buradakı bunun anlamı nədir? Mən bilmirəm. Allahu nuru semavati vel ard. Məsələn, nurihi kəmişkətin ilə axiril əyə. Allah səmaların və yerin nurudur. Nurudur, əlhəmdir, iman etdin. O nur, yəni necə nurudur? Yəni yer üzü, göl üzü günəşlə işıqlanır və ya ay ilə işıqlanır. Allah Subhanahu yəni nuru necədir və yaxud da ki, bütün məxluqat Allahın səhidlidir. Necəliyini bilirik.
Bilmirik. Çınar ağacı var 30 metr yüksəlib. Necə səcdə edir? Bilirik, bilmirik. Onu necə səcdə edir? Bilirik, bilmirik. Daş necə səcdə edir? Bilirik, bilmirik. Daş Allah'tan qorxur. İman etmişik. Necə qorxur? Bilirik, bilmirik. Amma iman etmişik. Allah Subhanahu isim sıfatları hakkında kelimelerden bilmiyorlar. Yani isimlerden manasını bildiğimiz kadar öğrendik. Zaten iman edilir ki Allah Subhanahu bütün sıfatları kemal sıfatlardır. Bütün isimleri mükemmeliyet bildirir. Biz de ona olduğu için iman getirir. Allah Subhanahu yani hatta İmam Şafii'nin ispat olunan bir şey vardı. Yani diyor ki Allah Subhanahu nece qəsd edibsə ben o yüzden ona iman getiririm. Yani güzel bir söz değil. Yani biz Müslümanlarda olduğu gibi iman getiririk. Ama bir şey qeyd etmeliyim ki, yani sələfi toplumun içinde birçokları məsələdə həddə aşıblar. Necə, yani ispat edin de deyərkən, o deyirlər, qaş düzəltliyi də bir gözlə çıxardır. Yani bir tərəf iptal edir, yani inkar edir, təvil adıyla inkar edirlər ki, yox, əldən qəsd qüdrətdir və s. Bunlar batil şeylərdir. Digər tərəfdə ispat edin deyərkən, başlayır ki, yox, əldən məqsəd həqiqi əldir, həqiqi əldən qəsd budur və istifadən məqsəd oturmaqdır və s. Bunların heç birini Rasulullah sallallahu aleyhi ve sellem demir. Yəni, gəlib, قال يا إبليس ما منعك أن تسجد لما خلقت بيدي استكبرت أم كنت من العالين. Ey iblis, iki əlimlə yarattığıma səcdə etmək sənə mal oldu. Bəl yədəxu məbsutatani yunfiqu keyfə yəşə. Əksinə onun hər iki alı açıqdır, genişdir, istədiyi kimi infak edir. Biz də buna iman etmişik. Resulullah sallallahu aleyhi ve sellem bu arada hiçbir şey danışmıyor. Sahabelərin mən danışdığını vallahi qardaş görmədim. Yəni mən 10 ildə 10 mindən çox rivayət oxumuşam, 4 mindən çox hədisi əlimlə yazmışam. Birində mən görmədim sahabənin biri Allahın sifətləri belə bir termin işlətsin mən görmədim. İman ediblər. Elhamdülillah. Allah da diyor ki Kur'an-ı Kerim der ki eğer bilmirsiniz zikir ehlinden soruşun. Burada indi sualım var ki bu zikir ehli kimdir veya neyi bilmirikse soruşaq. Anladım. Bu mesele önemli meseledir. Yani Allah Azze ve Celle bir bakmalıyıq Kur'an-ı Kerim'de zikir neye deyir? Neye deyib? Kur'an-ı Kerim'de zikir deyir. Allah Azze ve Celle'nin anmağa da zikir deyir. Resulullah sallallahu aleyhi ve selleme de zikir deyir. Dolayısıyla zikir ehli mücməl bir sözlə, yani kısa bir sözlə zikir ehli Kur'an ve sünnet ehlidir. Zikir ehli Kur'an ve sünnet ehlidir. Eğer bilmişsinizsə, yani onu açanda, o ayet keliməni doğru dili açanda Kur'an ve sünnet ehlinden soruşun. Ki İmam Bukhari rahmetullahi aleyh sahihinde o gündən bunu okudum. Bab açır ki Resulullah sallallahu aleyhi ve sellem yani bir şey hakkında soruşulduğu zaman ya bilmirəm deyərdi ya da bu mevzuda ona ayet inene kadar susarıq. Ve Cabir radıyallahu hədisini getirir. Cabir deyir ki ben deyir xəstə idim. Ebu Bakır ve Resulullah sallallahu aleyhi ve sellem deyir yeriyərək yani miniklə deyir yeriyərək ki məni ziyarət etməyə gəldilər. Mən deyir bayılmışdım Resulullah sallallahu aleyhi ve sellem dəstəmaz aldı. O su ki qalır qabda. O qabı mənim üzümə deyir çilədi. Mən deyir alim dedim ya Resulullah malımda necə hökm verim? Yəni malım var, varislərim var necə hökm verim? Deyir ki miras ayəti inənə qədər mənə heç bir şeydə cavab vermədi. Allahu Akbar, Subhanallah, Allahu Akbar. İcmanın ve alimlerin öz sözlerinin delil olarak götürülmediğine ele belki de büyük delillerden biri bu. Subhanallah. Mən qardaşım, yəni mənə alimləri qəbul etmir, sahabələri qəbul etmir kimi 1000 dənə böhtən Allah onların hamısını bağışlasın. Onu da bizi də bağışlasın. Ama yani bu çok çörənə bir düşmənçilikdən başka bir şey değil. Yani mən okuduğum ayet ve hadislərdir. Mən demirəm ki, mən aliməm. Mən görürəm ki, Quran və sünnət mənə bunu deyir. Təhsə Əhzab 36 yetərlidir. Və mə kənə li mu'minin və la mu'minətin izə qadallahu və rasuluhu əmrən ən yəkunə lahumul xeyratu min əmrihim. Allah və Resulü bir şey haqqında hökm verdikdən sonra heç bir mümin kişi və qadının seçim etmə ixtiyarı yox. Hökm verir. Çox doğru. Şəxsən mən bu zamana kimi yəni sizinlə bilən ətraflı danışmayan üçün mən canlı yayınlarda oluram TikTok sayfasında bilirsiniz. Yani orada bir danışanda yani sizin yani sizi dinleyen kardeşler gelende misal çoğu kalkanda yani ben derdim ay göz önünde yani geldiler indi bunlar alimler inkar edenler yani bu sözüme göre yani size havalanız dinlemek öyle değil ha. Çünkü mesela varsa amal olsun kardeşim. Yani ben size bir şey diyeyim. Yani Allah da bilir ki ben ne kadar samimi değilim. Rabbim buna şahittir. Yani ben yeryüzünde hadis ehli kadar
Resulullah sallallahu aleyhi ve sellem'i sevən birisini görməmişəm, birilərini görməmişəm. Hətta mən dünən də paylaşdım, İmam Şafinin bir sözünü paylaşdım. Deyir ki, hədis əhlindən birini gördüyün zaman sanki sən Resulullah sallallahu aleyhi ve sellemin əshabından bir kişini görürsən deyir. Subhanallah. Allah onları xeyirlə mükafatlandırsın. Deyir ki, aleykum bi ashabil hadis fe innahum ektaran nasi savaba. Deyir ki, sizə hədis əshabını tövsiyə edirəm. Çünki həqiqətən də insanların içərisində isabət baxımından ən çox isabət edənlər onlardır deyir. Ondan sonra dayanırlar deyir, elə deyilmi? Hədisə dayanırlar. İndi mən ora gəlirəm ki, mən hədis əshabı falan, alim falan deyiləm. Mən sadəcə olaraq onların ayaqqabısının qoyulduğu yerin 50 metrliyində olan bir toz dənəsiyəm. Allah hamısına rəhmət eləsin. Yəni mən hədis əhlinin, yəni o Resulullah sallallahu aleyhi ve sellem'e qarşı olan sevgisini onların yazdıqlarından görmüşəm. Hədis rivayət edərkən belə ali isnad axtarmaqlarından onların Resulullah sallallahu aleyhi ve sellem'e qədər sevdiyini görmüşəm. Hətta həmişə bunu deyirəm. Ali ibn Mədini, İmam Buxarinin şeyxidir, şeyxlərindən biridir. Deyirlər ki, iştəştəhi. Nəyi istəyirsən də, nəyi arzuluyursan, deyir ki, qalə beytun xali və isnadun ali. Deyir, boş bir ev olsun, bir də ali isnad olsun. Ali isnad, ricalı az olan isnaddır. Çünki Resulullah sallallahu aleyhi ve sellem'e daha çox yaxındır. Allahi billahi təllahi, mən hədisləri seçəndə ki, kitaba qoyum. Bir də vaxtım ki, mən axtarıram ki, daha qədim kitablardan tapım hədisi başqa bir rivayətini ki, niyə? Çünki onun isnadında rical azdır. İsmail ibn Cəfər tabiini deyir, sonra sahabanı deyir. İmam Malik deyir, Nafi ibn Ömər, Resulullah sallallahu aleyhi ve sellem. Bir baxdım ki, mən də onlar kimi ali isnad axtarıram. Necə məndə var? Sənədi yaxındır. Az ricalı var. Yəni, Resulullah sallallahu aleyhi ve sellem sənin aranda olan ravilərin sayı az. Bu sevgi insanın başqa birisidir, qardaş. Yəni, bunu onda yaşayanmıdır. Onu mən nə qədər danışsam da, mən indi burada bıraxsam uşaq kimi ağlayaram. Nə qədər desəm də, onu çatdırmağım mümkün deyil. Sözlər ona qarşı acizdir. Allah razı olsun bütün qardaşlar sizdən. Vallahi mən çox şad oldum, minnətdar oldum. Və mən şəxsən, Ayaz öz sözünü deyəm, bunun sözünü deyəm, yəni Allahın izniyle, yəni sizə, yəni sizin düşüncələrinizə, sizin təbliğ etdiyiniz bu dinin usuluna mən qarşıydım və qarşı olmağıma tövbə eləyirəm və sizdən havalar istəyirəm Allahın izniyle və qaldı ki, bu alimlərin, qaldı ki, bir qiyası da bu danışmaq məsələsi, yəni bu söhbət vasitəsilə mən qiyası da qəbul edirdim dediyim kimi və ondan da tamamilə tövbə edirəm Allahın izniyle. Qaldı ki, sahabələrin və alimlərin icmasının hüccətinə, burada yəni açıq deyəcəm, Allahın izniyle burada açıq deyəcəm, yəni 70%, yəni sizin dediyiniz tərəfdəyəm. Bu qalan 30% da mənə izin verin, inşallah mən istəyirəm öz-özümə, yəni bunu yeni araşdırım Allahın izniyle. Bu 30% da mən tamamilə araşdırıb və yerinə oturduqdan sonra Allahın izniyle, yəni tamamilə sizin dediyinizə mən Allahın izniyle tamamilə gəlib Rəbbimə tövbə edib, yəni qəbul edəcəm. Çünki yəni haqqı deyirsiniz, mən haqqı deyirsiniz və bu haqqı da yəni özüm istəyirəm bir şəxsən, yəni başqa elm tələbələrini tanıyıram. Yəni onlarla da bu mövzuları danışdıqdan sonra Rəbbim mənə hansı hidayət, hansı yolu bəxş edəcək, Allah azə və cəllə inşallah doğrusunu biləndir. Mən qardaş bir şey deyim, yəni sahabə radiyallahu anhumun yəni icması məsələsinə gələndə yenə deyirəm, orada heç bir işgəl yoxdur. Sahabənin icması olsun və ya da alimlərin icması olsun, onlar bir ayət, bir hədis üzərində icma edirlər. Zaten onların icma etdiyi şey mənim üçün dəlildir. Zaten icmaya ayrıca bir vəhiy gəlmir. Resulullah sallallahu aleyhi ve sellem son peyğəmbərdir, ondan sonra kim peyğəmbərliyə deyərsə kafirdir. Yəni ona peyğəmbər demədiyim müddətcə, dəlilə dayanmadan dediyi sözün dində hüccət olduğunu demədiyi müddətcə, yəni heç bir sıxıntı yoxdur. Bunu da yəni qeyd edirəm. Aydın. Mən bir şey demək istəyirəm. Mən keçənlərdə bir yazı ilə qarşılaşdım Allahın təqdiri ilə. Resulullah sallallahu aleyhi ve sellemin sağlığında yaşadığı müddətdə Allah yolunda şəhid olan sahabələrin isimləri toplanmışdı. 207 nəfər sahabə ismi vardı axvarda. Resulullah sallallahu aleyhi ve sellem sağ ikən, onun ölümündən sonra da minlərlə sahabə can verib Allah yolunda. O sağ ikən, yəni can verən, canını Allah yolunda fəda edən, şəhid olan 207 nəfər sahabənin tək-tək isimlər orada zikr olunub. Mən bunu niyə zikr edirəm?
deyirəm ki, sahabələr Rasulullah sallallahu əleyhi və səlləm sağ ikəndə onun üçün, onun gətirdiyi dini təbliğ etmək üçün, onu qorumaq üçün ən dəyərli şeylər olan canlarını belə düşünmədən fəda edirlər. Ondan sonra da onun gətirmiş olduğu bu haqq dini yer üzündə yayınmaq üçün dünyanın müxtəlif yerlərində, müxtəlif məntəqələrində Allah yolunda can verirlər. Onlar oturum aylarla, illərlə cilt kitabları yazın, İstivanı müzakirə edeyim, nə bilim, ərşi müzakirə edeyim. Bunlarla məşğul olsaydılar, bu Azərbaycana din gəlməzdi. Azərbaycana din gətirənlərin biri də Əbu Osman Ən-Nəhdi, Muxadramdır. Huzeyf ibn Yəmən radiyallahu anhudur. Onlar oturub illər boyu insanlarla İstivanı, ərşi müzakirə etsələr, bunu kim eləyəcəkdi? Onlar bununla məşğuldur, qardaş. Onlar Müslümanların bu haqq dinini yaymaq üçün Şərqi, Şimali Afrikaya qədər gediblər, tabiinlər. Əndəlüsü gedib fəth ediblər. 8 əsr Əndəlüsdə İslam hakimiyyəti olub. 8 əsr. 800 il Müslümanlar bugünkü İspaniya, Portuqaliyada İslam dövləti qurublar, İslam şəriəti tətbiq ediblər. 8 əsr. Yəni onlar da oradakı o 8 əsrdəki İslam iqtidarını yıxan tək şey məsələdə asılan ixtilaflar idi, qanuni dil savaşları idi. Yəni sahabələrə əgər biz doğrudan örnək alırıqsa, o zaman sahabənin etdiyi kimi etməyimiz lazım. Yazdığı təkcil nədir? Sahabə hədis yazırdı, sahabə cilt kitabları yazmırdı, sahabə iman etdiyi şey üçün gedib Allah yolunda cihad edirdi, Allahın dini yerində yaymaq üçün. Tabiin də belə idi, hansı birine baxarsan bunu açıq görə bilərsən. Amma bu ümmət niyə bugün zəlil durumdadır? Çünki bugün məsələn, həmişə olan deyirəm, İsrailin Filistində öldürdüyü insanların rəsmi rəqəm 40 minə çatıb. Çatıb 40 minə. Amma bugün hələ də dünyanın müxtəlif yerlərində müsəlmanlar ancaq belə məsələləri müzakirə edirlər. Azirin hökmü, silsilə təkfir və s. və s. Bugünkü Valensiyada, Valensiya şəhəri ki var, mən İspaniyalı gələndə mənim ürəyim parça-parça olur. Bir gündə 70 min müsəlmanı qətlə yetiriblər. 4 min bakirə qızı Fransadakı Kral Alfonsoya hədiyyə göndəriblər müsəlmanlarla. Tarixdə qədər İmam Zəhəbi, İbn Kəsir, bunların hamısı bunlar yazdılar. Bu bizim tariximizdir bu. Niyə? Çünki müsəlmanlar son dönəmlərdə İspaniyada 25 dəfə dövlətə bölünmüşdülər. İxtilaflarından dolayı. Bu bizim tariximiz. Bugün İsrailin etdiyi qətliyam yeni bir şey deyil ki, İsrailin qətliyam etməsi və ətrafdakı müsəlmanların heç bir şey etməməsi yeni bir şey deyil. O zaman orada da müsəlmanları qurbanlıq o kimi kəsəndə heç bir müsəlman dövləti onlara yardım etmədi. Yəni müsibət budur. Yəni, Müşir bəy, mən şəxsən təşəkkür edirəm sizə, Allahın izni ilə. Bizə vaxtınızı ayırdınız, bizlə danışdınız, suallarımıza cavab verdiniz Allahın izni ilə. Gözəl də cavab verdiniz. İndi olur, misal ki, mən danışmışam, çox elm əhli ilə danışmışam. Yəni, araşdırıram, çünki bu dinimdir. Bu çalışım, keçim onlarla sıvıyaza, yəni, əlaqə keçəm, axtaram, deyirəm, görüm, bunun mövqeyi nədir, bu nəyi təbliğ edir və s. Bəzisini, misal ki, verdiyim sualları, bu mənə qani edəcək cavablar vermir deyə, yəni, mən istəyirəm, yəni, tez badar söhbət yıkılması, yəni, mən çıxım öz yoluma gedim. Amma əlhəmdülillah, yəni, sizə sualı verəndə cavablarınız qane elədiyi üçün, yəni, belə dinləməkdən həzz aldım deyə bilərəm, Allah həmdülillah. Yəni, buna görə sizə təşəkkür edirik, Allah sizdən razı olsun. Hətta sizə elə onu deyəcəkdim ki, yəni, bu elmi aldığınız da bu hədisdir, bu dindir, yəni, bu təbliğ elədiyimiz bu şeyin qaynaqlarını olarmı? Misal üçün, az bizə verəsiniz, dedik kimi. Oxuyaq, mənim özüm istəyərəm oxuyan, özüm bəhrələnəm. Çünki dinləmək də eyvallah, amma dinlədiyim şeyi oxuyanda mən tam qane oluram deyə bilərəm. Qardaş, o hədis kitabında mövcud olan topladığım hədislər ki var. Orada nələr var misal üçün? Yəni 40-dan çox hədis kitabını qaynaq olaraq almışam. Yəni bu da mənim özümdən ixtira etdiyim bir şey deyil. Məndən əvvəl elm əhli bunu edib, mən də onların yolunu izləmişəm. Bunu eləməyimin səbəbi mənim vətənimdə, mənim ana dilimdə danışan müsəlmanların və ya İslamı öyrənmək istəyən insanların oxuyacağı bir hədis kitabının olmamasıdır. Ona görə toplamışam. O da yəni belə deyək də, İsmail ibn Cəfərin Əl-Əhadith kitabı var. Ən qədim hədis kitablarından biridir. Yəni o ətbə tabiinnəndir. Ondan tutmuş İbn Hibbanın səhihinə qədər, yəni uzun bir dönəmdə yazılmış hədis kitabları var. Onlar bütünləş seçilmiş səhih hədislər toplanıb bir dənə kitabda. Yəni orada sənədləri ilə bəli, biz hədisləri sənədsiz vermirik qardaş. Yəni bu şəriət doktoru olan, nə bilim 6 il hədis fakültəsində oxuyub gəlib də insanlara sənədsiz hədis danışanların etdiyi şey etmirik. Yəni Rasulullah sallallahu əleyhi və səlləm ashabı, tabiin necə edibsə,
sələfimiz necə idisə, sələf alimlərin, qövüllərin belə sənədlə nəql edərdi. Yəni sənədsiz heç kim danışa bilməzdi. Sələfin yolu yöntəmi budur. O yolda vermişik, ərəbcə mətndə də tam mətndir, isnadı ilə, mətni ilə, tərcüməsi də isnadlarını da tərcümə etmişəm, mətnini də tərcümə etmişəm. Yəni bir müsəlmanın oradan istəyirsən ərəbcə nüsxəsini oxu, istəyirsən tərcüməsini oxu. Yəni hər ikisi orada mövcuddur. Amma sənin gedib o 40 dənə qaynağı, yəni səhih nüsxələrinin çaplarını tapıb, onlardan bir-bir onları araşdırıb seçib ki, hansı səhihdir, hansı zəifdir, onu eləməyin, yəni o uzun ömür alar. Yəni demək olar ki, Rıza abi, sözünü kəsirəm, demək olar ki, bu işi siz bizim üçün artıq etmişsiniz. Əlhamdülillah. Bəli. Yəni özüm yəni belə baxıram da, dinləyirəm. Ən çox hədis və ya ayət deyilmir. Allah şahiddir. Belə dəhşətə gəlmişəm da. Yəni ən çox falan alim bunu dedi, falan alim onu dedi, o alim bunu dedi, alimlər ixtilaf edib, alimlər icma edib. Və Allah Rəsulü harada qalmış, subhanallah yəni. Mənim TikTok səhifəmə girmirsən, əxi. Deyirəndə ancaq İbn Abdülvahhab, Muhammed İbn Teymiyyə. Bu ikisi elə bil mən bunların yəni bunların evli axranasıyam. Yəni öz-özümə indi düşünəm bax. Mən çıxmışam bunları bütün hamıya reklam eləyirəm, bunları müdafiə eləyirəm. Düşünürəm öz-özümə. Bax ki, öz-özümə deyirəm də bayaqdan da müşahid qarşı danışır, mən səs bağlanır kimi özümü düşünürəm ki. Deyirəm ki, sən konkret Allah və Rəsulunu təbliğ eləmirsən, sən konkret alimləri təbliğ edirsən, Allah. Yəni höccəti olmayan, bax, sözü höccət olmayan şəxslərin sözlərini höccət olaraq götürməyə çalışırıq. Gülməli bilirsiniz, subhanallah. Yəni, mən bugün Ayazla danışırdım, müşahid qardaş, Ayaz qardaşa deyirəm, sizin haqqınızı danışırdıq da, yəni gözəl şəkildə. Ayaz qardaşa deyirəm, düşün deyirəm, indi qiyamət günüdür, hesaba çəkilərik və deyirəm ki, yəni biri var deyirəm, Allah soruşur ki, bunu nəyə görə etdin? Deyirəm ki, ya Rabbi, filan alimdən belə görmüşdüm. Deyirəm, indi burada alimdən dediyim görə məsuliyyət götürəm. Amma deyirəm ki, ya Rabbi, ikinci görüşdə deyirəm ki, ya Rabbi, bunu sən və Rasulun belə demişdiniz. Deyirəm, artıq burada insan rahat olur da, yəni artıq arasını söykəyi nəyəsə. Qardaş, Allah subhanahu wa ta'ala buyurur ki, فَلَنَسْأَلَنَّ الَّذ۪ينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ Əsla və qətiyyən şübhə yoxdur ki, kimlərə ki, Rəsul göndərmişik, onları hesaba çəkəcəyik və əsla və qətiyyən şübhə yoxdur ki, göndərdiyimiz rəsulları da hesaba çəkəcəyik. Yəni, Quran-ı Kərim deyir ki, onlardan sorulacaq şey nədir? Həl əcəbtumu. Səsim gəlir, qardaşım? Bəli, gəlir, qardaşım. Sorulacaq ki, həl əcəbtumul mürsəli. Göndərilən rəsullara icabət etdinizmi? Yəni, Allah Subhanahu sorulacağı sual budur. Resulullah sallallahu aleyhi ve sellem Əsma radiyallahu hədisində buyurur ki, mənə deyir, vəhy olundu ki, sizlər qəbirlərinizdə Məsih Dəccalın fitnəsi mislində və ona yaxın bir fitnə, yəni imtihan olunacaqsınız. Deyiləcək ki, mə ilmukə bihədər rəcul. Bu kişi haqqında, yəni Muhammed sallallahu aleyhi ve sellem haqqında elmin nədir? Bax, diqqət edin, qardaşlar. Sual nədir? Mə ilmukə bihədər rəcul. Yəni Muhammedən sallallahu aleyhi və səlləm. Muhammed sallallahu aleyhi və səlləm haqqında, bu kişi haqqında elmin nədir? Dedikodu yox, qilə və qalə yox, elm. Nə zənn deyil, nə şək deyil, nə də hansı bir dedikodu deyil. Elmin nədir? Fəəmməl mu'minu əvil muqinu. Müəmin və yəqinliklə iman edən kimsə deyəcək ki, Hüvə Muhammedun Rasulullahi cəənə bil beyyinəti vəl hudə fəəcəbnə və əmənnə və təbə'nə. Deyəcək ki, o Muhammeddir, Allahın Rəsuludur, bizlərə hidayət və açıq aydın dəlillərlə gəlmişdir, biz onun dəvətinə icabət etdik, ona iman etdik və ona ittiba etdik. Və yuqalu ləhu nəm salihən qad alimnə ənnəkə muqinən bihi. Ona deyiləcək ki, salih olaraq rahatlıqla yatdı, yəqin bildi ki, sən ona yəqin və iman edən birisisən. Və əmməl münafiqə vəl mürtəb. Münafiq və ya şübhə içində olan birisi deyəcək ki, lə ədri, səmiyyətun nəsə yəqulunə şeyhən fəqultu. Deyəcək ki, hıqqıldamaq deyirlər, biz ona, bilmirəm. İnsanların bir şeylər dediyini eşitdim, mən də onu dedim. Başqa bir hədis şərəfdə Rasulullah sallallahu aleyhi ve sellem İmam Buxarinin səhiyində keçirir o əvvəllərində. Deyəcək ki, bu sözləri deyəcək, insanların bir şey dediyini eşitdim, mən də dedim, ona deyəcək ki, mə dərəytə və lə tələytə. Nə oxumadın, nə özün anlamadın, nə də oxumadın. Onun deyir, iki qulağının arasına dəmir toppuzla elə vurulacaq ki, deyir, insan və cinlərdən başqa hər kəs onun bağırsını eşidəcək. Subhanallah.
Buyur qardaş. Yəni mən özümdən bir şey uydurmuram. Yəni İmam Buxari və digərlərinin rivayet etmiş olduğu səhih hədisdən danışıram. Elhamdülillah. Ne diyelim Resul kardeş? Yani teşekkür edirik vallahi size. Teşekkür ederim. Mən təşəkkür edirəm qardaş. Yəni bu bizim boynumuzun borcudur. Elə bilən kimsə bunu etməlidir. Mən ona həmişə deyirəm ki, mən o kitabları bitirəndən sonra, yəni bu dəqiqə də onu deyirəm. Yəni bu dəqiqə Allah Subhanahu canımı alsa, yəni gözüm arxada qalmaz. Yəni yenə əndişəm o idi ki, onları bitirmədən ölüm. Elhamdülillah Allah Subhanahu möhlət verdi, həm onları bitirdi. Mən Quran-Kərimi tərcümə etdim. Quran-Kərimi 1 ilə tərcümə elədim qardaş. Keçən Ramazan başladım. Bu Ramazan başladı. 1 il ərzində. Çünki Quran-Kərim tərcüməsi çox çətin olması ilə bərabər bir tərəfdən baxanda asandır. Hədis tərcüməsinə nisbətən asandır. Çünki hədislər sənəd incələməlisən, rivayətlərə baxmalısan, toplamalısan, çətinlikləri çoxdur. Amma burada sadəcə ayət-i kərimələri tərcümə edirsən. Burada çox çətinliyi böyük dualıdır. Allah Subhanahu kəlamını tərcümə edirsən. Hər kəs gücü daxilində bunu eləyir. Amma müsibət nədir? 30 ildir ki, mədənə tələbələri daxil olmaqla ancaq danışırlar. Bir dənə Quran-Kərim tərcüməsi ortaya qoyan yoxdur. Bir dənə hədis şərif tərcüməsi ortaya qoyan yoxdur. Əlixan müəllim xaric. Bir dənə Əlixan müəllim edib Quran-Kərim tərcüməsini illər öncə edib. Sahih Buxari müxtəsərini tərcümə edib. Yəni həqiqətən onu hər zaman təqdir etmişəm. Çünki Quran sünnəyə xidmət edən hər kəs mənim üçün onun xidmətə çox dəyərlidir. Amma onun xarici qədər elm tələbəsi var. Mən yəni təqdir eləmək, asıb kəsmək niyyətim yoxdur. Bu qüsurdur. Ki, yəni illər boyu bu qədər yaşar, hamımız əlbəttə bilirsiniz. Birimizin gücü çatmır da, hamımız bilirsiniz, bir yerə bunu eləyərdik. Ülkədə 5 dənə danışmaq deyil, düzdür. Ancaq o bir-birini, o şeydir, mümeyyidir, bu nə bilim içkidir, bu taricidir, bu nə bilim hizbidir, bir-birlərini asıb kəsməklə məşğuldurlar. Elə bil, qardaş, elə bil, Allah'ın arasında qarşıdırlar, sanki özlərine dəvət edirlər. Reallıq budur. İmam Daraqut ilə adını eşitmişsiniz, İmam Daraqut. Yəni hədis alimlərindən məşhur birisidir, çox böyük elm sahibi birisidir. Daraqutun Bağdadda bir məhəllə var, oranın adıdır. Ona görə Ali ibn Əmər, Əbul Həsən Daraqutni, ona görə Daraqutni deyirlər. Ona nisbət olunan bir söz var, mən onu bir dəfə eşitmişəm, ondan əsla yadımdan çıxmır. Orada deyir ki, yəni Bağdad əhli zənn etməsin ki, mən burada olduğum müddətcə kimsə Rasulullah sallallahu əleyhi və səlləm adına yalan danışa bilər. Yəni o alimlərin himməti buydu. İmam Şuəbə vardı, Şuəbə ibn Həccac zəif raviləri gedib sultana şikayət edir ki, falan kəs zəif ravidir, hədis danışır, yəni tədbir görür onun haqqında. Yəni şərəf belədir, qardaş. Rasulullah sallallahu əleyhi və səlləmin adına yalan söz demək, yanlış söz deməkdən çəkindirmək üçün əllərindən gələn hər şeyi eləyirdilər. Buyur qardaş, buyur dedi. Belə bir hədis var, mən eşitmişəm, amma baxmamışam ki, Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, kim mənim adımla yalan danışırsa, cəhənnəmdəki yerinə azrasın deyə. Deməli, belə bir söz var ki, məşhur olan bir söz var, deyir ki, ləfzi mütəvatir olan tək hədis bu hədisdir. Ləfzi mütəvatirdir deyirlər, yəni hər yerdə İnkar olmaz. Bu hədis, yəni İmam Buxari, İmam Əhməd, yəni hədis alimlərin demək olar ki, hamısı bunu rivayət ediblər. Çünki birinci növbədə hədis əshabını bağlayan bir şey. İmam Buxarinin səhiyinə bax, elm kitabında zikr olunur bu. Mən yəqul əleyyə mə ləm əqul fəliyətrəvəm nəqadahu minən-nar. İmam Buxarinin səhiyində keçən var. İmam Əhmədin ləfsində deyir ki, lə yəqul əhədun əleyyə batilən əv mə ləm əqul illə təbəvvə nəqadahu minən-nar. Kim mənim adıma batil və ya mənim demədiyim bir şeydir, elə bir kimsə yoxdur ki, ateşdən olan kürsüsünə oturmuş olmaz. Yəni biz birinci onu bilməliyik ki, Nuh əleyhissalam bilirsiniz də qövmünün içində zəif durumda olan bir kimsə idi. Nuh əleyhissalam nə deyir? Deyir ki, özünüz də toplanın, nə qədər şərikiniz varsa hamısını da toplayın deyir və məni ertələməyin deyir. Subhanallah. Yəni sən, belə deyək də, o hədis şərifin birində Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, yatmaq istədiyin zaman namaz üçün aldığın kimi dəstəmaz al, sonra sağ yanın üstündə uzan, bu zikri deyir. Allahümme əslamtı nəfsi ileyk və qavvaqtı əmri ileyk və əncəhtu zahri ileyk. Allahım, nəfsimi sənə təslim etdim, işimi sənə həvalə etdim, kürəyimi sənə söykədim. Allahu akbar. Necə ki, Allah Azze ve Celle Zumar surasının 38. ayetinin sonunda dedi ki,
deyən Allah yetər, təvəkkül edənlər yalnız ona təvəkkül edərlər. Subhanallah. Əleyhissallahu bikafin abdahu və yuxavvifunaka billezina min dunih. Məyər Allah öz quluna kifayət etmirmi? Onlar səni ondan başqaları da qorxudurlar. Subhanallah. Bəli. Yəni elhamdülillah bunu hər birimiz Allahın izni ilə bilirik, buna da iman etmişik. Qaldı ki, bugünkü insanların Allahın rəhmətləri müstəsna, hər kəs öz cəmaatını, öz firqəsini, öz hizbini, öz alimini, öz Şeyxülislamını müdafiə etməklə məşğuldur. Rasulullah sallallahu aleyhi ve sellem müdafiə etməklə məşğul olanlar çox azdır, barmaqla sayılacaq qədər azdır. Onların da səsini batırırlar. Sən bugün deyəndə ki, məsələn, Mahmud Muhammed Xalil bunu ancaq hədis elmi ilə məşğul olan 3-5 alim tanıyacaq. Halbuki 1970-ci ildən bu günümüzə, bu saatımıza qədər adam durmadan Rasulullah sallallahu aleyhi ve sellem'in dinini müdafiə edir. 50 ildir. Onlar gəncikən gediblər Bağdadda, orada, burada əl yazılan ışıqaları tapmaq, hədis toplamaq üçün gediblər. Deyir ki, mən Kufada qalırdım, deyir. Günüm olub ki, yeməyə çörəyim olub, getmişəm, kitabları, ayaqqabı silmişəm, onunla pul alıb, gedib mən çörək alıb yemişəm. Allahu akbar. Amma məsələn, onu belə baxsan, ancaq alimlər tanır ki, onların çox kitabları var. Hədis məşğul olan adamlar bunu tanırlar, bilirlər. Kitablarının qabağına söz deyə bilmirlər. Amma yəni belə sıradan müsəlmanlar kim edəsən, heç o kim də deyil. Mahmud Xalil Husari var, Quran qarisidir, Misirli. Onun adını bəziləri eşidir, vəssalam. Amma yəni belə hədis alimlərini tanıyan yox. Niyə? Çünki onların səsi çıxmır, onların reklamı yox, onları irəli kitablar verirlər yayın evinə çap eləməyə. Sələfilər də deyib, baxıram ki, kitabımı da deyib dəyişik ediblər. Belə dəyişiklə çap eləməliyim, yox, çap elətdirmirəm deyib. Özünün üçün yayın evi yoxdur, yayın evləri var, o gündə deyə görəm kitabı dəyişdirirlər. Yəni belə müsibət var. Danışanda sələf deyirlər, danışanda sələfin yolun gedirik deyirlər, sələf əmanətə xəyanət edirdi. Bu kitabı sənə verib çap eləməyə, eləyirsən, eləmirsən, mən eləmirəm, mənim əqdəmə ziddir bu. Qaldı ki, o hədis kitabıdır, sənin əqdəmə bizə zidd ola bilər ki. Mürşid, bir də nə deyim, yəni bu son sorumda, istəmirəm hətta sizi çox vaxtınızı alım, Allahın izniyle. Bunu demək istəyirəm. Bunun üçün istədiyin qədər danışarlar bunlar, mənə xoşdur qardaşım, buyur. Allah razı olsun. Misal üçün, İndi mən bu günlər özümə deyirəm ki, mən əhl-i-sünnə vəl cəmaət sələf-səlahi mənhəci. Adamlar var ki, deyir ki, mən sufi. Adam var ki, deyir ki, mən şəri maturidi. Adam var deyir, mən şiə, rafiz, yəni və s. Allah azza və cəllə də Quran-ı Kərimdə ona iman edənləri bir ayə olur ki, möminlər, bir ayə olur ki, müsəlmanlar, bir ayə olur ki, həniflər. Nə bilim, bir ayə olur ki, ənsar-ı mühacirlər və s. Yəni Quran və sünnətə görə Allah və Rəsulunun yolunda olan şəxslərə Allah və Rəsulü necə xitab etmişdir? Hansı adla xitab etmişdir? Bax, qardaşım, o dediyin ayətlər ki var, bu ayətlərdə vəsf olunurlar o vəsflərlə. Biri var, vəsf olunmaq. Məsələn, mən səni vəsf edərkən deyirəm ki, gənc, yaraşıqlı, qafqazlı, nə bilim, uzun saçlı, enli kürəkli. Bunlar sənin adındır, yoxsa vəsfindir, qardaşım? Vəsfimdir. Mən deyirəm ki, adım Mücahid. Deyirəm Mücahid. Mücahid sənin adındır. Düzdürmü? Allah azə və cəllə nə deyir Quran-ı Kərimdə? Millətə əbikum İbrahim huvə səmməkumul muslimin. Atanız İbrahimin millətinə deyir, tabi olun, sarılın. O sizi müsəlmanlar adlandırmışdır. Elhamdülillah. Mənə Rabbim bizə qoyduğu isim müsəlmandır. Biz iman deyirik, biz Allahı tövhid deyirik, biz hənifliyimiz də var. Elhamdülillah, bunlar vəsflərdir. Aləmlərdən Rabbinin bizə qoyduğu isim müsəlmanlardır. Fussilə surəsində nə deyir? Məman əhsənu qavlan mimmən da'a ilallahi və amilə salihan və qalə innəni minəl muslimin. Allaha dəvət edən, salih əməl işləyən və həqiqətən də mən müsəlmanlardanam deyəndən daha gözəl sözlü kimdir? Ad müsəlmanlardır. Bəziləri, bir çoxları deyirlər ki, hamazına müsəlman, deyirlər, məni bağlamaz. İstəyirsə belə heyvanlar da özünə müsəlman desin. Mən Rəbbim mənə qoyduğu üçün mən dəyişdirmirəm. Yəni, ad müsəlmandır. Bu möminlər, həniflər və s. ənsar mühacirlər, bunlar vəsflərdir, değil mi? Bunlar vəsflər qardaş, yəni ayətləri oxusan görərsən, Allah Subhanahu xitab edir, ya eyyuhəllədinə əmənu. Bu cür xitab edir. Amma deyir, səmmə adını qoyub. Sizə müsəlmanlar adı qoyub. Elhamdülillah. Rəsullara əmr etdiyi nə idi?
Qul inne salati və nusuki və mahyaya və mamati lillahi la şərikə ləh və bizəlikə umirtu və ana avvadul muslimin. De, həqiqətən mənim namazım da, qurbanım da, yaşamağım da, ölməyim də, aləmlərə də bunu Allah hükümdür. Mən bununla əmr olunmuşam və mən müsəlmanların ilkiyəm. Yəni isim müsəlmandır, qardaş. Kim özünə müsəlman deyir, o mənim bərəməm. Sən nə isim götürsən, o gün özünə deyək şərəfi adı götürmüsən, özünə şərəfi deyən yüzlərlə müşriklər var. Onu da dəyişir. Şeybaların başına biraz döktün, onu da qoydu, o elə deyil, dində benim abnadı nə olur, qardaş? Dində benim aqqayt olur, haşa və kəllə. Aysa, doğrudur. Yəni, Firon da özünə müsəlman demişdi də, əmmən eminəl muslimin demişdi. Onlara Musa Aleyhisselam adını dəyişdirib başqa adı yox, Firon da özünə müsəlman deyir. Yəni, bu cəfənciyyatdır, qardaş. Bu, yəni, elm deyil. Doğrudur, elhamdülillah. Bir də nə deyim bu şey, qardaş? Allah yenə razı olsun. Ay, sonlar namaz. Misal ki, mən öz namazıma baxanda, namazımın çoxsu, misal ki, Həmbəli məzhəbinə uyur. O birisi Şafi, bu birisi Hənəfi. Sırf Allahın, Rasulunun qıldığı namazın şəklini necə götürüm, hardan götürüm? Yəni, mən istəyirəm ki, yəni, hətta dayaq sizin bir qısa 2 dəqiqə 30 saniyəlik bir çıxışınızı dinlədim, ayaz qarışıq atmışdım. Hətta orada deyirsiniz ki, adam deyirsən, Hənəfi məzhəbinə görə dəst namaz alır, adam deyirsən, Şafi məzhəbinə görə taharətə girir, bəs harada da Allah Rasulü, yəni çox doğru deyirsiniz. Yəni adam həqiqətən də elə bir Rasulü göndərib Allah Azza və Cəllə bizə ki, təharətdə hansı əlimizi necə təmizlənməliyik, onu belə öyrədir. Yenə də deyirik ki, falan alim, falan alim. Yəni mən istəyirəm ki, öz namazımı, öz ibadətimi başdan ayağa öz namazımı öncəliklə sırf Allahın Rasulü Muhammedin sallallahu aleyhi və səlləmin qıldığı kimi qılım. Bunu, yəni buna aid bir kitabınız falan var mı? Əlbəttə var, qardaşım, əlbəttə var. Aleyhissalatu vəssalam məsciddə minbərə çıxıb hamının gördüyü minbər bir şey yüksək olur da. Hər kəsin gözünün qabağında namaz qılıb, sahabələrə göstərib. Sallu kəmə rəaytumuni usalli deyib. Necə mənim namaz qılan görürsünüz, elə də namaz qılın deyib. Və Rasulullah sallallahu aleyhi ve sellemin namazda hətta yəni səsi eşidilmədiyi zaman nə deməsini belə Əbu Hüreyrə radiyallahu anhu soruşur. Atamanım sənə fəda olsun ya Rasulullah. Qiraətlə başlanırsa qiraət arasında sustursan, onda nə deyirsən? Rasulullah sallallahu aleyhi ve sellem o istitah duasında ki, bunu deyirəm. Hər şeyi soruşublar, hər şeyi izləyiblər, hər şeydən nəql ediblər sahabələr, qardaşım. Allah hamısına razı olsun. Orada hamısı vardır. Rükusu, səcbəsi, vəsə qiyamı, qiraəti, geyimi, hər bir şey var, qiblə və sütra, nə var? Sonra baxsan görəsən, hamısı rükü olunub. Məsələn, mən belə bir şey deyim də, dəstəmaz alarkən, məsələn, dəstəmazın əvvəlində nə deyirsən, dəstəmaza başlayanda? Bismillah. Ha, sonra bitəndə nə deyirsən? Bir zikir var da, düzdürmü? La ilahe illallah və s. Doğrudur mu? La ilahe illallah və s. Bunların heç birində dair sahih hədis yox. Subhanallah, bidət edirik. Yox, bidət edirsən, sənə mən deməyəcəm, çünki sən o barədə... Öz-özümə deyirəm, bidət, yəni mən neçə ildən bidət edirəm, subhanallah. Bidət biraz ağır ittihamdır belə məsələlərdə, yəni... Elə da, nədir bəs bu, dəlil yox deyirsən, belədir bu. Var mübəyyət hamısı zərifdir. Məsələn, hətta nəvədi deyir ki, dəstəmaza başlayarkən, dəstəmaz əsnasında, dəstəmaz bitdikdən sonra zikr etmək barədə səhih heç bir şey yoxdur. Lakin alimlərimiz bunları müstəhəb görür. Subhanallah. Alimi nə işi var axı ya? Əgər Allah Rasulü s.ə.v buna bir hökm verməksə. Mən də bunu deyəndə oluram nə? Mürşid alimləri təşvir edir. Oluram ayaz eşidirsən, gündə. Allah. Mən şokdayım, vallahi billahi. Yəni 2015-ci ildə Sumqayıtdan bir qardaş vardı. Qardaşlarla bərabər gəlirlər. Gecə orada İstanbul restoranında yaşamalı. Otururdu orada. O gecə bağlanmırdı. Gəlirdi qardaş, otururdu, soruşurdu. O açırdı bu kitab burada belə keçir, bu hədis burada belə keçir. O da belə bir xaşəti var. Qəzəblənəndə əli iki əlindən başını belə üstdən aşağı belə tumarlayırdı da. Şəhərə kimi elədir. O başı belə deyirdi, üstdən aşağı belə. Süleyman. Yox, bu nə danışır, bu nə deyir? Bu elə gəlmiş ki, məni asıb kəsməyə gəlmiş ki, bu kimdir? Deyir, bunun məşrəblər var falan, bu kimdir belə? Olur, amma şey adamdır da, yəni kişi adam, nəzarətli adamdır. Dəlil duranda qabağında, ona bilən adam deyil. Şəhərə şimdi başını belə deyirdi əlindən ki, tamam, oxşa qardaşlar var lazım ki, şeylə belə deyir, iki əli başını əlisdən aşağı belə. Qəzəbindən, o şeyindən, narahatsızlığından.
Elhamdülillah qardaş. Yəni mən özümdən heç bir şey demirəm. Mesela o kadar suallar olur, soruşur, deyir ki, qardaş, mən bilmirəm. Mən bu qədər təsvir etməyə elim çatmır. Demirəm, dəlil yoxdur. Mən dəlil bilmirəm. Amma başqaları nə edirlər? Şeyh Mahmud Xəlil deyir, onların ciblərində fətvalar var. Deyir. Hansı məsələ soruşsun, cibindən fətvanı çıxardır. Fətva və cahizə, hazır fətvalar var. Bu məsələ, bundan bağlıdır. Bu məsələ bundan bağlıdır. Mən hələ dəfə neçə ay bundan qabaq evdə uşaqlarla aşıq var ki, şahid nə soruşurum, deyirsən, bilmirəm. Deyim, uydurum özümdən, bilmirəm, də nə deyil. Rasulullah sallallahu aleyhi ve sellem xüsusilə gəlməyənə qədər mən kiməm ki, haşa danışım. Bilmirəm, deyirəm, bilmirəm. Çox doğru, doğru vallahi, vallahi doğru. Elhamdülillah. Mən şəxsən qayda edəcəm, Mürşid qardaşın nömrəsini inşallah, eləsin olarsa, suallar... Qardaşım, heç bir problem yoxdur. Allah üçün mənim telefonumda, evimdə, qapımda, pəncərəmdə 7-24 müsəlmanların üzrünə açıqdır qardaşlar. Yəni, nə vaxt istəsən, olur ki, sual yadıma düşür, demək ki, saat 2-dir, yazmayın. Adətən mən qədər yatmıram, adətən. Amma belə qapı yatmış olsun. Məsələn, yazarsan gələcək, duranda baxacam, cavab verəcəm. Yəni, orada nə problem var? Yəni, biz qardaşıq. Sən də dilini öyrənmək istəyirsən, mənə demirsən ki, şəhər araşdırmaq istəyirəm da, yəni siz əlhamdülillah, səmimiyyətiniz məni çox xoşbəxt elədi, Allah həmd olsun. İnsanı insana bizincə yaxınlaşdırır səmimiyyətinizlə. Mürşid qardaşın da səmimiyyətini görəndə belə yəni sevinirəm də, əlhamdülillah. Yəni adam özünə yox, adam Allahın və Rasulunun dininə dəvət edir, əlhamdülillah. İnsanlar neyinir, sadəcə özünə dəvət edir. Tamam qardaş, daha iki şey danışdılar. Bir Azərbaycanda olan bir dəvətçi, indi adını çəkməyəcəm. Deyir ki, qardaş, ona sual vermək üçün Zövcəm yazmalıdır Frankəsin Zövdəsinə. O da o Frankəsin Zövdəsinə yazmalıdır. O da həmin tələbənin Zövdəsinə yazmalıdır. O da yoldakını verməlidir. Yəni, İngiltərədə kraliçanın qızı, anasıyla Allah. Anasının işlər müdüründə məktub yazır. O da verir kraliçaya, təşkilləsə qızına nahar ki. Yəni, kraliçadan daha çox instansiyadan keçirlər bunlar. İstanbulda qardaşlar var idi. Abahan Qaranın cəmasında olmuşlar zaman, sonra tərk eləmişdilər. Deyir ki, oradayıq dedi, yaşlı da Şambalda qalır, 3-4 uşağı var, yəni axşaqqal adamdır. Deyir ki, o cəmasının içindəyik dedi, 2 aydan sonra dedilər ki, hoca sizi çaya davət edir. Deyir, nə tərz, uşaq kimi söyləyirik ki, hocanı biz görəcəyik, hoca ilə çay içəcəyik. Sən instansiya var, qardaş, yəni nə qədər adamı pərdəliyirlər. Halbuki, hədis şərifdə Rasulullah s.a.v. qəbrin yanından keçir, görüb qadın oturub ağlayır, deyir ki, ittəqillə həvəsfiri. Allahdan qorxma, səbirli ol. O da deyir, ilə iki anne deyir, sən deyir, nədirsən mənim dərdinlərdə, yəni mənə qarışma. Rasulullah s.a.v. fikirləri çıxır gedir. Deyirlər ki, Allahın rəsuludur. Qadın deyir ki, mən deyir, belə qalxdım, hövlmək deyir, gəldim. Rasulullah s.a.v. evinə deyir, qapıda deyir, qapısı gözətçi yox idi deyir. Qapına deyirdim, girdim, içəri dedim, ya Rasulullah, mən səbir edirəm. İndə səbir dedi ki, innəmə sabru, əndə salbətil ölə. Səbir ancaq ilk zərbanında olur. Yəni, indi səbir etməyin çox da önəm kəsb etmir. Yəni, o sözü deyirəm ki, qadın deyir ki, qapıda heç bir qapıçı, gözətçi falan yox idi. Gəlir, qapını deyir, girir içəri, sualını verir, sözüm deyir. Amma bugünkü özün elm tələbələri deyənlər elm məsafəli davranırlar ki, adam istəyirsən bir dənə şey soruşmaq desən, ayda 5 dənə instansiyadan keçməliyəm, ondan sonra bəlkə mənim sualıma cavab olacaq. Ona görə soruşmaq da istəmir. Mütləşdirək Allah'ın izniyle biz sizdən razıyıq, dediklərinizdən də razıyıq, Allah həmd olsun. Allah razı olsun, qardaş. Yəni, aydınlatdınız, fikirlərinizi bizə bölüşdünüz, suallarınıza cavablarınızı verdiniz, əlhamdülillah. Allah sizə bərəkət versin, Allah elimizə bərəkət versin. Yəni, mən deyirəm ki, yəni, yenə əlaqədə olaq Allah'ın izniyle. Əlbəttə, əlbəttə. Və mənim özüm, yəni, səmimiyəm, əlhamdülillah, sizin qədər olmasa da, yəni, səmimiyəm, əlhamdülillah. Çünki sizdəki səmimiyyəti, özümdəki səmimiyyətdən daha çox qat-qat üstün buldum, mən bundan da razıyam. Və tam olaraq sizin bu olduğunuz mövqeydə, yəni deyilənmə, yəni bayaq dediyim kimi də əlhamdülillah, yəni 70-30'adır. Yəni bu 30'u dəf elədimsə, Allah'ın izniyle ki eləyəcəm deyə düşünürəm. Tam olaraq sizin mövqeyinizdə olub Allah'ın izniyle və istəyirəm ki, əl birliyi ilə Allah'ın izniyle insanları yalnız Allah'ın və Rasulun dinə dəvət edək. Mən nəsə məşhuram da, yəni məşhur təşkilçi, xavariz, alimlər təşkil edilmiş. İndi mən... Yox, əlhamdülillah, mən şəxsən budur ki, mənim olduğum canlı yayınları, mən sosial şəbəkədə
Yəni indi günümüzdən danışım. Günümüzdə yəni ən popülər nə YouTube'dur, nə başqadır. Ən popüləri TikTok platformasıdır. İnsanların ən çox din öyrəndiyi də oradır. Elə deyil. Bəli, doğru. Ona görə mən çox canlı yayınlarda oluram. Allah şahiddir ki, yəni dediyim kimi bugünə kimi mənim olduğum canlı yayın sizin haqqında danışılırdı. Özüm də danışırdım, bəli. Buna görə halallığımı istəmişəm. Amma Allah şahiddir ki, yerin gönül Rəbbim şahid olsun ki, yəni bugündən sonra mənim olduğum canlı yayında sizin haqqınızda danışan olsa, yəni ya o adam gedəcək, elə durum olacaq orada, ya məndə, yəni bunun ikisinin ortası yoxdur. Yəni bundan əmin ola bilərsiniz. Yəni mən Allah razı olsun. Mənim vaxtını ayrıl, mənə səmiyyətini göstərən adamın mən haqqını müdafiə edirəm. Ayşə radiyallahu anh, Ayşə anamıza deyirlər ki, bəziləri çıxıb şeyxinə söyürlər, yəni Əbubəkr Rəbərə. Deyir ki, Ayşə anamız fəqih idi də, çox elmli bir qadın idi. Allah ondan razı olsun, atasından da razı olsun. Deyir ki, o ikisi az savab qazanmışdılar deyir. Yəni ona suallar verirlər ki, qiyamət günü ikisi də haqqını alacaq da, elhamdülillah, yəni hədis var, sabitdir. Yəni, mənim haqqında danışıq o gün də dedim, xeyrimə danışmağının mənə bir xeyri yoxdur, ziyanıma danışmağının mənə bir ziyanı yoxdur. Mən Allah qatında nəyəmsə oyam. Xeyir danışan da özünə xeyri verəcək, şər danışan da özünə zərəri verəcək. Nəticə etibarilə mənə heç bir şey olmur. Allah qatında heç bir şey dəyişmir. Önemli olan mən Allah qatında yaxşı olmağımdır, düzgün olmağımdır. Allah da bilir ki, mən Allah və Rasulundan başqasına dəvət etmirəm. Kim nə şübhə eləsə, kim nə şübhə gətirsə, kim nə ilə bir qələmə verirsə versin, aləmlərin Rəbbi bilir ki, mən onun və Rasulundan başqa heç kimi dəvət eləmirəm. Elhamdülillah. Bu sabit Allah'a hamd olsun. Yəni, İbn-i Qeyyim'in məşhur Nuniyyəsi var da, qəsidəsi var. Orada çox gözəl beytlər var. Orada məsələn deyir ki, siz deyir, Rəsul'a müxalifət etdiniz, biz sırf şeyxlərə müxalifət etdik deyir. Və orada İbn-i Qeyyim'in çox gözəl bir beyti var, deyir ki, və xusumuna kəffərunə billəzi huvə qayətü təvhid və imani. Deyir ki, bizə müxalif olanlar, bizə xasım olanlar bizləri tövhidin və imanın zirvəsi səbəbilə təşkil etdilər. Yəni, qəzimdə də durum belə idi, bugün də durum belə donsuzda. Yəni, kim ki tövhidin özünü zikr eləyir, yəni imanın özünün əslini, təməlini zikr eləyir, onu təşkil eləyirlər, dama vururlar, təkvici, xavari, cəhənnəm köpəyi və s. Əlhamdülillah yenə deyirəm, qardaş, yəni atalar sözləri, yəni sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq. Yəni, başqasına bir şey eləyəcək deyil, o qonşu qaba bir şey eləyəndir, içində su olan qaba heç bir şey eləyəcək deyil. Özünü çatladacaq. Özü axıb gedib məhv olacaq. Yəni, pislik eləyən kimsə nəticə etibarilə özünə eləyir. Mənə önəmli deyirəm ki, bir dəqiqə mən ölsəm, qəm yemərəm. Çünki bilirəm ki, əlhamdülillah, ən azından 2 dənə kitab qoymuşam ümmət üçün. Biri Quran-ı Kərim tərcüməsi, biri də Hədis-i Şərif məcmusu. Ən azından buna 1 milliqram da olsa ehtimad edərəm. Ənəs ibn Məlik radiyallahu anhu birisidə uşaq ikən anası ona Rasulullah sallallahu aleyhi ve sellemə xidmətçi olaraq verir. Və Ənəs deyir ki, mən 10 il ona xidmət etdim də. Və deyir ki, qiyamət günündə deyir, əgər Rasulullah sallallahu aleyhi ve sellemə qarşılaşsam, deyirəm ki, ya Rasulullah, xuveydimuka Ənəs. Ya Rasulullah, sənin kiçik xidmətçin Ənəs, yəni özünü onunla tanıdır, başa düşürsən, özünü onunla təqdir edir, yəni mən o Ənəsəndə sənin xidmətçi olmuşam, kiçik xidmətə. Xadim xidmətdə, xuveydim kiçik xidmətçi. Mən bilmirəm nə deyə bilərəm, amma ən azından deyə bilərəm ki, ya Rasulullah, sənin hədislərini toplamışam, öz qövmə çatdırmışam. Onu deyə biləcəyimi ümid edirəm. O mənə inşallah demirəm yetəri. Allah'a mərhəz olmasa heç kim xilas olmaz. Yəni bu bilinən bir şeydir. Yəni özümü tanıtmağa bir səbəb olaraq bu mənə yetər. Şərəfdir mənim üçün. Əlbəttə, əlbəttə. Allah'ın olsun. Elhamdülillah. Heç nə müşkül qardaş. Allah sizə razı olsun. Mənim özüm bəli şəxsən çox şey öyrəndim, elhamdülillah. Yəni Allah razı olsun.